Mahsun Kimya kanalından hər birinizə salamlar. Bugün baxacağımız mövzu sikloparafinlərin quruluşu, alınması, xassələri və s.dir. Yəni sikloparafinlərdir ümumilikdə. Sikloparafinlərlə bağlı 1, 2, 3, 4, 5, 6 bu kimi suallara baxmırıq. Yalnız seçmə suallara və elə baxırıq ki, çalışdığımız qədər sualın həll yolunu fərqli şəkildə, yəni asan şəkildə etməklə sualın cavabını ortaya çıxaraq. Baxacağımız ilk sual 6-cı sualdır. Sualda nə deyir? Deyir ki, hansı diklor alkanlara natrium metalı ilə təsir etdikdə bir-birinə izomer olan sikloalkan alınır? Burada ilk bizim diqqət edəcəyimiz hissə nədir? Odur ki, karbonların sayı bərabər olmalıdır. Karbon sayı bərabər olan burada hansı var? Baxın, birincidə 1, 2, 3, 4. 4 karbon. İkincidə 1, 2, 3, 4. 4 karbon. Bu ikisi bir-birinə izomer ola bilər. Üçüncüdə 1, 2, 3, 4, 5. Dördüncüdə 1, 2, 3, 4. Deməli, burada necə oldu? 4, 4, 5, 4. 1, 2 və 4-cü bənddə olanlar izomer ola bilər. Ancaq 4-cü bənddə olan izomer olmayacaq. Niyə? Çünki baxın, burada xlor və digər xlor bir-birinə birləşən karbon atomlarındadır. Yəni, burada sikl quruluş yarana bilməz. Ona görə də variantımız nə olacaq? 1 və 2 olan, yəni D variantı. Sual 19. Sualda nə deyir? Siklopropan və propilen qarışığının 44,8 litrinin, yəni bu qarışıq cəmi neçə moldu? 2 moldu. Yanmasından neçə qram su alınır? Birinci bilməliyəm, bunların formulu necə yazılır? Siklopropan C3H6, propilen də C3H6 şəklində yazılır. Gördüyümüz kimi bunların hər ikisinin formulu eynidir. Ona görə də mən elə bunları ayrı-ayrılıqda yox, ümumilikdə 1C3H6 kimi yandıracam. Və mol sayını necə götürəcəm? 2. Niyə? Çünki 44,8 litrdən söhbət gedir. Bunun yanması zamanı nə qədər su alınır? 1 mol yananda 3 mol su alınır. Niyə? Çünki birində baxın 6 dənə nə var? Hidrogen var. O da 3 mol H2O-ya uyğun gəlir. Çünki burada cəmi 6 mol hidrogen çıxmalıdır. Bəs 2 mol nə qədər olacaq? 6 dənə H2O. Yəni 6 mol H2O alınmalıdır. İndi 6 mol H2O alınanda neçə qram edir? 1 molu 18 qramdır. Bəs yaxşı, 6-ya nə qədərdir? X qədər. X bərabərdir 6 dəfə 10, 60, 6 dəfə 8, 48, yəni 108 qram. Cavab nə olacaq? Cavab olacaq B variantı. Sual 34. Sualda nə deyir? 1,4 dibrom 2 metil pentana natrium metalı ilə təsir etdikdə hansı üzvü maddə alınır? İlk öncə nə edirəm? 1,4 dibrom 2 metil pentanın quruluşunu yazıram. 1, 2, 3, 4, 5. Birinci əsas zəncir yazıram. Sonra 1,4 dibrom. 1, 4 dibrom. Düzdür? 2 metil. Metildə buraya yazıram. Pentan. Düzəldimi? Düzəldi. İndi burada quruluşu yazarkən nəyə diqqət etmək lazımdır? Baxın, bu bromların birləşdiyi karbonların nömrəsi 1, 2, 3, 4. 1 və 4. Bu o deməkdir ki, bu siklobutandır. Niyə? Çünki 4 ilə bitdi. 4-də dayandızsa artıq bu siklobutandır. Bunu bildim. Bəs yaxşı, siklobutanda yerləşən metil qrupları, hansı ki, baxın, burada da var, burada da var. Bu da 2-4 olur. Xeyr. Bu necə olacaq? Bunu ayrıca nişanlayıram. 1, 2, 3. Deməli, 1,3 dimetil olacaq. Necə oldu cavab? 1,3 dimetil siklobutan. Cavabımız nə olacaq? 1,3 dimetil siklobutan olan, yəni B variantı. Sual 42. Sualda nə deyir? Eyni sayda karbon atomu olan alkanlarla sikloalkanların sigma rabitələrinin fərqini göstərin. Alkanlarda sigma rabitəni göstərirdi. Söhbət ümumidən gedir ha. 3N plus 1. Düzdür? Bu alkanlardaydı. Bəs yaxşı, sikloalkanlarda neçə idi? 3N. İndi bu da mənə deyir ki, bunların fərqini hesabla. 3N plus 1-dən 3N çıxanda nə qalır? 1. Deməli, cavab neymiş? Elə cavab B variantı. Yəni 1 olan imiş. Sual 43. Sualda nə deyir? Maddə verib və molekül kütləsini verib, eyni zamanda molekulda hidrogen kütlə payını verib. Baxın, 56 qramın 7də 1 hidrogendir. Yəni 56 vur 7də 1 neçə eləyir? 8. Baxın, bu 8 hidrogen kütləsidir. Yəni 8 qram nə var? Hidrogen var imiş. İndi 56-dan çıxıram 8-in. Neçə eləyir? 48. 48 nəyə göstərir? Karbonu. Yəni 48 qram nə var imiş? Karbon var imiş. O da neçə moldu? 4 mol. Düzdür? Yəni 4 mol karbon var imiş. Birləşmənin formulu necə olacaq? C4
H8. Düzdürmü? İndi bunu tapdım. Bu mənə nə deyir? X və Y-in cəmini hesablayın. X 4-dür, Y 8. Toplayandan neçə yeyir? 12. Deməli cavab nəymiş? Cavab elə A variantı 12 imiş. Sual 44. Sualda nə deyir? 1 mol sikloalkanın müəyyən hissəsinin tam yanmasından 3 mol karbon qazanılmışdır. Bu sikloalkanın qalan hissəsində olan hidrogen atomlarının sayını tapın. Bunu necə taparam? Bunu sadə yolla tapacağım indi. Baxın. 1 mol sikloalkan yananda CnH2n. Nə əmələ gəlir? N dənə CO2 plus N dənə H2O. Düzdür? Heç burada 14N plus 2, nə bilim 44N falan belə şey ehtiyac yoxdur. Nə edirəm? Burada nə qədər alınıb? 3 mol. Düzdür? Nə qədərindən? 1 molundan. 3 mol burada CO2 alınıbsa, nə qədər H2O alınıb? 3 mol. Niyə? Çünki baxın, N-ə N-dir. 3 mol H2O-da nə qədər hidrogen var? 6 dənə. Düzdür? Bəs alkanda cəm nə qədər hidrogen var? 2N dənə. Nə qədər hidrogen qaldı? 2N çıx 6 dənə də hidrogen qalıb. Çünki 6-sı yanmışdı. Cavab nə olacaq? Cavab ona görə olacaq A variantı. 2N çıx 6. Sual 46. Nə deyir sualda? 1 mol sikloalkanın müəyyən hissəsinin tam yanmasına 3 mol oksigen sərf olunub. Baxın, sikloalkanlar necə yanırdı? CnH2n üstəgəl 3n böl 2 oksigen. Deməli, oksigen nə qədər götürülürdü əslində? 3n böl 2 qədər oksigen götürülürdü. Düzdürmü? İndi bu mənə deyir ki, 3 molu sərf olunub. 3n böl 2-dən 3 molu sərf olunub. Nə qədər qalıb? 3n böl 2 çıx 3 qədər oksigen də neyiniyib? Qalıb. Yəni, digər hissəni yandırmaq üçün bax, bu qədər oksigen qalıb elə. O da neçə eləyir? O da eləyir 3n çıx 6 böl 2. Belə, cavab nə olur? B variantı. Sual 47. Sualda nə deyir? Molekulunda metilin qruplarının sayı ən çox olan C4H8 xlor2 tərkibli birləşmənin Stinkler reaksiyasından hansı maddə alınır? Baxın, burada həm B uyğun gəlir, həm D uyğun gəlir. Düzdür? Həm B variantı uyğundur, həm də D variantı. Bəs yaxşı, bunlardan hansıdır və mən bunu necə bilə bilərəm? Baxın, deyir ki, metilin qruplarının sayı ən çox olan. İndi mən bu quruluşu 2 cür yazacağam. Həm metilin qruplarının sayı ən çox olsun, həm də ki, belə deyim, az olsun. Ən az olan necə olar? Bax, belə olar da. CH3, CH2, CH2, CH3. Bax, bura nə birləşəcək? Xlor. Düzdür? Neçə dənə burada metilin qrupu var? 1, 2. 2 dənə metilin qrupu var. Bir də mən bunu belə yazıram. CH2, 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 CH2. Bax, xlorları bura birləşdirirəm. Birini bura, birini də bura. Düzdür? Neçə dənə metilin qrupu var? 1, 2, 3, 4. Bu maksimumdur. İndi bunun birləşməsindən nə əmələ gələr? Sink bu ikisini götürər buradan. Nə quruluş əmələ gələcək? 1, 2, 3, 4. Yəni, siklobutan. Cavab olacaq nə? D variantı. Sual 55. Bu sualın həllin normalda, yəni YouTube-a da baxsaz, yəni mən gördüyümdə necə yazırlar? Birli karbonları yazırlar, ikili karbonları yazırlar. Sonra onların hidrogen sayını tapırlar. Sonra tənliyi çıxarırlar. Nə bilim falan filan. Söhbət neyinir? Uzanır. Bunu isə çox sadə bir yolunu deyəcəm. Sadəcə biraz, belə deyim, düşünmək lazımdır. Özünüz nə olduğunu biləcəksiniz. Bax, bir dənə indi bura mən bir tənlik yazacağam. Yazıram ki, A bərabərdir, açıq 3, üstəgəl, açıq 4, üstəgəl, açıq 3. Burada ikili karbon atomlarının sayını nə verib? Verib ki, açıq 3. Düzdür? Mən deyirəm ki, açıq 3-dən artıq qalan birlidir. Bax, bunun artığı nəyi verir? Birlini. Bunun artığı nəyi verir? Birlini. Bunun artığı nəyi verir? Birlini. Bəs birli nədir? A. Yəni ki, A bərabərdir 3A çıxılmış 10. 2A bərabərdir 10. A bərabərdir neçə? 5. A-nı tapdım 5. Düzdür? İndi 5-i yerinə qoyacam burada. 5 A çıx 3. Yəni 5 çıx 3. 2. 5 çıx 4. 1. 5 çıx 3. 2. Neçə elədi? 5 üstəgəl 2. Üstəgəl 1. Üstəgəl 2. Neçə eləyir? Burada eləyir 5. Bu da 5. Eləyir 10. Deməli, neçə dənə karbon var imiş? C10, H. Burada nədən gedir söhbət? Sikloalkandan gedir. H20 imiş.
Heç mən burada yazmadım ki, birli necə olur, ikili necə olur falan, uzatmadım söhbəti. Sonra nə deyir? Sikloalkan molekulunda olan karbon atomlarının hibrid orbitallarının sayını hesablayın. Sikloalkanlarda hibrid orbital sayı necə tapılırdı? 4n ilə. N neçədir? 10. 4n neçə eləyir? 4n bərabərdir 4 vur 10. O da bərabərdir 40. Всё, bu qədər sadə. Sual 57. Sual 57-də nə deyir? Deyir ki, molekulunda karbon atomlarının sayı ən az olan X maddəsi. Baxın, X maddəsi nədir? Sikloalkan. Düzdür? Molekulda ən az karbon olan sikloalkan hansıdır? C3H6. Yəni siklopropan. Siklopropan quruluşu necə idi? Üçbucaq quruluşlu. İndi buna deyir ki, radikallar birləşib və dörtlü, üçlü karbonu var. Necə eləyəcəm? Birinci quruluşu yazacağam. Baxın, bu siklopropan quruluşudur. Bura bir dənə karbon çəksəm, bu neçəli olur? Bu olur üçlü. Düzdür? Üçlü bir dənə. Düzəldimi? Bax, bu düzəldi. Sonra, deyir ki, dörtlü də bir dənədir. Buna bir dənə xət, bura bir dənə xət. Hərəsə bir karbon birləşdirdim. Baxın, bu neçə oldu? Bu oldu nə? Dörtlü. Düzdür? Və buradan sonrası artıq asandır. Oranı da artıq özünüz edərsiniz. Hələlik gələn videolarda görüşmək diləyilə. Sağ olun.